Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsi müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid eləyən saxta phishing saytları yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha 2 şəxsi saxlayıb. Kiberpolisin keçirdiyi əməliyyat axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətmədə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər. Araşdırmalarla müəyyən edilib ki, Hüseyn Kazımov və Məhəmməd İbadov Telegram platformasında kompüter, notebook və mobil telefonların güya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər. Onlar hazırladıkları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədi ilə ödənişli internet reklamlarına istifadə ediblər. Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bundan da kiberdələduzlar həmin kart məlumatlarından istifadə eləməklə zərər çəkmişlərin hesablarında olan pul vəsaitlərini uğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitlərin müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. Alış-veriş tipli phishing saytları yaratmışıq. Yaratmış olduğumuz bu phishing saytlarında notebook, telefon, kompüter kimi müxtəlif məişət texnologiyaları endirimli qiymətə reklam edərək daha sonra insanın qarşısına çıxmasını təmin etmişik. Vətəndaşlar bizim bu yaratdığımız phishing saytlarını girərək kart məlumatlarını daxil etdikdə bu kart məlumatları bizim əlimizə keçirdi və içindəki pul vəsaitin müxtəlif mərc oyunlarına vuraraq, daha sonra isə kriptovalyutaya çevirərək regullaşdırma və izin itirməyə çalışırıq. Bank olmayan kredit təşkilatları adına olan saxta səhifələri yaradaraq kredit təklifləri etmişəm. Mənə yazan şəxslərdən bank kartlarını və şəxsiyyət vəsiqələrini tələb etmişəm. Ondan sonra nömrələrinə gedən təhlükəsizlik kodunu tələb edərək öz adıma olmayan, başqalarının adına olan bank hesablarına pulu çəkmişəm. 100 nəfərdən çox şəxsi aldatmışam. Hüseyn Kazımov və Məhəmməd İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələrindən cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Salam Təşimov, Bugün TV.